Mütəxəssis Emin, Fuad və Gülarə Bakı, Gəncə və Naxçıvan şəhərlərində yaşayırlar. Onların hər biri qeyd edilmiş fərqli sahə üzrə fəaliyyət göstərirlər. Məlumdur ki, Naxçıvanda yaşayan mütəxəssis, Naxçıvanda bunu qeyd edəcəm, Naxçıvanda yaşayan mütəxəssis kiber təhlükəsizliyi sahəsində çalışmır. Bunu üzərinə qeyd edəcəm ki, Naxçıvanda olan kiber təhlükəsizliyi sahəsində çalışmır. Gülarə nə Gəncədə yaşayır? Deməli, bu Gəncədə yaşamır. Gülarə ya da süni intellekt sahəsində çalışır. Yəni, çalışmır. Bu cür qeyd elədim. Blockchain sahəsi üzrə olan mütəxəssis nə Gəncədə yaşayır? Deməli, blockchain Gəncədə yaşamır. Nə də bu şəxs Fuad deyil. Deməli, Fuad üzərinə yazacağım. Blockchain deyil. Emin süni intellekt mütəxəssisi deyil. Eminə yazacağım, süni intellekt mütəxəssisi deyil. Gülarə də deyildi. Onda avtomatik buradan qərara gəlirəm ki, Fuad süni intellekt mütəxəssisidir. Və Emin Bakıda yaşamır. Eminə qeyd elədim. Bakıda yaşayan mütəxəssis blockchain sahəsində çalışmır. Bakıya qeyd edirəm. Blockchain sahəsində çalışmır, Gəncədə olan da çalışmır da, avtomatik tapıram ki, bu Naxçıvandır. Deməli, Naxçıvanda olan şəxs blockchain sahəsi üzrə çalışır. Bunu tapdım. İndi burada qeyd edirdi ki, Bakıda yaşayan mütəxəssis blockchain sahəsində çalışmır. Buradan hansı nəticəyə gələ bilərəm? Əlavə olaraq nəyi qeyd etməmişəm? Deməli, Naxçıvanda olan mütəxəssis kiber təhlükəsizliklə çalışmır. Gülarə Gəncədə yaşamır. Süni intellekt sahəsində də çalışmır. Blockchain sahəsi üzrə olan mütəxəssis Gəncədə yaşamır və bu şəxs Fuad deyil. Fuad tapdım ki, süni intellektdir. Süni intellekt isə onda yazıram ki, bu Naxçıvanda deyil. Çünki Naxçıvanda olan blockchaindir. İndi sonda deyirdi ki, Bakıda olan mütəxəssis blockchain sahəsində çalışmır. Bakıda olan ya Fuad, Emin Bakıda deyil, Bakıda olan Fuad və ya Gülarə ola bilər. Bunu sadəcə kiçik bir nöqtədən qeyd edəcəm. Bakıda olan Fuad və ya Gülarə ola bilər bu ikisi. Amma hansıdırsa, o blockchain sahəsində çalışmır. Gülarə çalışa bilər, amma Fuad dəqiq bilirəm ki, çalışmır da blockchain sahəsində. Onda deyirəm ki, Fuad Bakıdadır. Fuad Bakıdadırsa, onda Fuada bu cür çıx qoydum, Bakıda olanlara da çıx qoydum. Buradan tapıram ki, Gülarə buradadır və Emin Gəncədədir. Və buradan cavab tapıram ki, deməli, Emin Gəncədədir, Emin Gəncədədir, amma blockchain deyil, Naxçıvanda olan blockchain idi. Gülarə Naxçıvandadır, blockchaindir. Bir də üzərinə qeyd edim, Gülarə blockchaindir, Naxçıvandadır, Fuad süni intellektdir. Deməli, Emin üzərinə qeyd edəcəm. Emin onda kiber təhlükəsizlik sahəsində çalışır. Və buradan da nəticə çıxardıram ki, Emin Gəncədə kiber təhlükəsizlik üzrədir. Emin Gəncədə kiber təhlükəsizlik üzrədir. Bu düzdür. Fuad Bakıdadır və süni intellekt sahəsindədir. Gülarə Naxçıvandadır və blockchaindir. Doğru cavabı tapmış olduq.